Axşamınız xeyir, hörmətli izləyicilər. Open Media'nın Azərbaycanca xidmətinin yekun buraxılışı efirdədir. Studiyada Diana Qarapetyan işləyir və bugünkü buraxılışımızda izləyin. Nikol Paşinyan və İlham Əliyev yenidən görüşüblər. Bu dəfə Şarm El-Şeyxdə güzən müddətli görüşdə tərəflər nəyi müzakirə etdilər? ATƏT-də Azərbaycan nümayəndə heyəti yenə həyasız bəyanatlar verib və Ermənistan nümayəndə heyətindən kəskin cavab alıb. Bakı-Zəngəzur dəhlizi adlanan hadisənin xəritəsini təqdim edib. Xəritəşünasla bu xəritədə hansı təhlükələrin olduğunu müzakirə etdik. Əliyev administrasiyasının keçmiş rəhbəri Mehdiyev Bakıda həbs edilib. O, Rusiyanın dəstəyi ilə dövlət çevrilişi planı hazırlanmaqda ittiham olunur. Amerikanın Erməni Assambleyası Trampı Bakıda qanunsuz saxlanan ermənilərin dərhal azad edilməsi təmin etməyi çağırıb. Və hərbi cinayətin albanlaşdırılmasını rəqabətçi Azərbaycanlılar Qazançəslot kilsəsi ilə nə ediblər? Bütün bunlar və daha çoxuna xəbər buraxılışımızda baxın.